Biri varmış, biri yoxmuş. Dağlar qoynunda bir Xocalı varmış. Xocalı qəsəbəsi, güllü çiçəkli bir yerdə idi qızım. Heç ağlımıza gəlməzdi ki, bir gün bizi qırarlar. Bir gün bizim körpələri nizələyərlər. Bizim iyi oğlanlarımızın başı kəsilər. Ruslar bizə nəzarət eləyirdi də. Elə bir ki, əskərənin yolunda bizim bir nəfər oğlanı vurdular. Sonra bir nəfər qadını vurdular. Yavaş-yavaş gördük ki, vəziyyət pisləşir. 92-ci il hər gün başladılar atmağa. Hər gün atırdılar, gedib girirdik beton yerə, uşaqları alırdıq belimizə. Uşaq deyirdi ki, nənə dur, ermənilər gəldi, ermənilər atdı. Bizə 26 nəfər oğlan gəlmişdi, bizi qoruyan. Onun komandiri Aqil Quliyev, deməli, Siyanlıymış, Siyanlıydı, o Voronejdə olurdu. Eşidib ki, Qarabağda vəziyyət pisliyi. Şəhərdən də könüllü uşaqlardan yığmışdı, gəldi bizi onlar qoruyurdu. Həsənabada kəşfiyyata getdilər, orada bir İlqar adında oğlanı vurdular. Aqil Quliyev də orada yaralandı, balamı ölməmişdi. Amma İlqarın bax buradan ürəyindən dəymişdi, 20 yaşında oğlanıdır. Allah hamd olsun, bax deyirəm gözümün qabağındadır. O uşağı bir zülümlə onu apardıq, uşaqlar ta hər yandan erməni atırdı Stepanakirtdən. Əskərən tərəf, bu tərəf, o tərəf, hər yandan ermənidir də biz müasirədəyik. Onu bir zülümlə apardılar, axşamla apardılar, bizim qəbirstanlığımızda dəfn elədilər o İlqarı. Ki, sonra vertolyot gələr, müvəqqəti, vertolyot gələr, onu yollayarıq Bakıya. Sonra mümkün olmadı. 25-i gecəsi saat 11-idir, ta dəhşət bala. Hər yandan atdılar. Qaçdıq, gəldik çayın qırağına. Gəldim ki, cəmaət hər yanında, o 3 kəndin cəmaət hamısı çayın qırağındadır. Orada cəmaət özüm verdi soyuq suya, keçdi meşiyə tərəf. Mənim də oğlum məni aldı, belinə keçdi, bir də o yeznəm Rövşən. Rövşən də posta gecə uşaqların yanında olanda yıxılmışdı, dizi çıxmışdı, onu da aldı, belinə keçdi. Bir gəlin, ayaqyalın gəlmişdi, qızıdır, gəlinidir, yazıq. 2 dənə oğlanıdır, bibisini gətirə bilmirdi, qoyub pencəyin üstünə qoyub sürüyürdülər. Kök qadınıdır, təzə evlənmişdilər, onlar da 2 ayda evlənmişdilər, gəlin elə orada öldü, soyuqdan dondu. Cərgə ilə düşmüşük, qabaqcan biri gedir, rədd açır, hamı bir-birinin rəddi ilə gəlirdilər. Elə gəlirdik. Bizi atəşə tutdular, orada dağılışdıq. Bir 200 nəfər qaynımın arvadı, qardaşım, hamısı, el-oba, hamı da o Xocalı bir-birə qohumuydu. Dağılışdıq, sonra biz 25 nəfər ayrı düşdük. Mən oğlumla da ayrı düşdüm. Balaca oğlum da 14-15 yaşı vardı, ondan da ayrı düşdüm. Elə bildim ki, bizimkilərdəndir. Gördüm ki, oradan elə oğlan durub, qara paltarı, dedim, yəqin bizim uşaqlardandır. Əl elədim, elə əl eləməyimlə bizi atmağa biri oldu. Uşaqlar dedi ki, uzanışın. 25 nəfər uzanışdıq belə, mənim bu böyrümdə indi durur. Vahid müəllim idi, sonra bizdə polis işləyirdi, Allah rəhmət eləsin, Tahir idi. Bu böyrümdə də Mesxeti Türkü Abdullah idi. Mənim alnımdan ötdü, deyirəm, kaş mənə deyərdi. Mənim alnımdan ötdü, o avtomat o uşaqda oğlana dəydi. Meşədə də istəyirdi, özünü öldürə qoymadım. O düzənliyə çıxdıq. Dedi ki, qranatı açırdı, özünü partladı, mən qoymadım. Dedi ki, gəldim ki, ev yanır. Ailəmdən 2 balam yoxdur. Qoymadım, dedim, nə bilirsən, bəlkə meşədədir bala, gəl gedək. Gəldik, elə o böyrümdə ona elə. Məndən ötdü, ona dəydi, orada meydə ilə orada qaldı, sonra gedib çıxartmışdılar onu. Dağın döşündən sürüşdük, töküldük dəriyə. Gördüm ki, ora yazılıb, Azərbaycan adları yazılıb dağa. Demə, ora bulaqdır, ora Azərbaycan adı. Dedim ki, bax, uşaqlar, baxın, ora Azərbaycan adı yazılıb.
Sevindi ki, bura Ağdamdır, gəlib ücə çatmışıq. Gördük ki, bizi çağırırlar. Ay İlqar, ay Eyvaz, ay Araz. O vaxtı da ermənilər Azərbaycancan bilirdi də. Dedilər ki, ermənilər heylə çağırıb, bizim nə qədər adamlarımız öldürüblər. Bəlkə ermənidirlər. Demə elə Ağdamın Abdal Gülaflısına az qalmışıq. Oradan çıxdıq Ağdama. Çıxdıq Ağdam deyil, ora Abdal Gülaflıdır, maşınla gəliblər. Yığdalar bizi maşına, indi oturmuşam, məni otuzdurublar, bax belə durub baxıram. Gəldik Ağdama, biraz özümüzə gəldik, sonra bir meyitlər gəldi. Ondan girovlar gəldi, ağlaya-ağlaya, qışqıra-qışqıra, hamısı. Bir uşaq, vallahi indi durur o qız. Balacaydı, elə gözəl uşağıdır. Kim gedirdi, qışqırırdı, dəli olmuşdu uşaq. Donmuşları gətirdilər Ağdamın balinsəsinə. Orada masajı gələndə qaçırdıq ki, görək kimdir də. Gedib baxırdıq, həkimlər masaj eləyirdi, neçəsini diriltdilər. O sərhəd yoxdur, oranı yalaya-yalaya gedərəm. Qardaşımın evində bir adam qalmayıb. Amma yenə də gedərəm, o torpağı yeyərəm. Heç vaxtı bu mənim yadımdan çıxmaz. Demişəm, deyirəm də, qəbrimin üstündə bir belə də ot bitsə, bu faciəni mən, o qəbrim də unutmaz. Bizim bircə düşmənimiz var, o da ermənidir. Biz, bax, indi Allahın bu gününə şükür, əgər Heydər Əliyev rəhmətli gəlməsəydi, Azərbaycan bölünəcəkdi. Mənim elə bir ki, öz ailəmlə, qızımın yoldaşı gedib, qardaşlarım gedib, ailəlikcən getdi qardaşım, 5 nəfər. Müəllimə yoldaşı. Bir arvaddan xəbər aldım ki, Vaqifi görmədin, dedi ki, Marış xalaydı, dedi bala. Daşdan yastıqlıydı, qardan kəfənli idi Vaqif. Axtardım bir dənə, dedim, heç olmasa balası yurdunda qalsın. Tapmadım. Yoxdur onlar. Elə ailəlikcən qaldılar, meşədə öldülər, yoxsa erməni gəldi, apardı. Nə bilim, yoxdur. Bir arzum var bala, hər qətl sınanda pensiyamdan aparıb orada paylayıram. Ki, ay Allah, Qarabağımız alınsın. Azərbaycan şükür yaxşı dolanır. Qarabağ dərdidir, Azərbaycanın ürəyində Qarabağ yarası var. Deyir, Xocanlının yastı yolu, qar yağdı, bastı yolu bala. İstədik qaçaq, ermənilər kəsdi yolu bala, körpələrimiz öldüdü. Qız gəlinimizi apardı, yiğitlərimizin başını kəsdi.